Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə Novruz bayramından qalan şəkərbura xəmirindən, şəkərbura içliyindən və yaxud da paxlava xəmirindən, içliyindən nələr hazırlayıramsa onu paylaşmaq istəyirəm. İnşallah ki, sizin üçün də xeyirli və yararlı bir video olar. Video keçməmişdən öncə videomu bəyənsəniz, kanalıma dəstək olmaq üçün like düyməsini basmağı unutmayın. İndi isə keçək hazırlama qaydasına. Gördüyünüz bu xəmir Novruz bayramından qalan şəkərbura xəmiri ilə paxlava xəmirinin qarışımıdır. Hər ikisini qatmışdım və pinqvin klokun içərisində dondurucuda saxlamışdım ki, lazım olanda çıxardıb şirniyyat hazırlayacağam. Əslində bayram bitsin, ondan sonra çıxardıb şirniyyat hazırlayacağam demişdim. Və xəmiri çıxartdım dondurucudan, soyuducunun adi gözündə saxlayıram. Tam açılır xəmir. Ondan sonra hər biri 40 qram olmaqla kündələrə ayırıram. Ümumilikdə 23 ədəd kündə alındı. Kündələri salfan klokun altında saxlamaq lazımdır ki, qurumasın. Qətiyyən şəkərbura xəmiri ilə paxlava xəmirini bir-birinə qatanda heç nə olmur. Yəni mən bunu sizə garanti edirəm ki, əksinə o qədər ləzzətli bir şirniyyat çıxacaq ki, özünüz belə mat-məəttəl qalacaqsınız. Demək kündələri hazırladım. İndi içliyi hazırlayıram. Elə içlik də paxlava ilə şəkərbura içliyindən qalan artıq içlikdir. İçərisinə cem əlavə edirəm. İstədiyiniz cemdən belə deyim istifadə edə bilərsiniz. Mən əncir cemi əlavə elədim. Qatışdırıram yaxşı. Biraz belə deyim də şirəli bir kütlə əmələ gəlir. Əgər cem yoxdursa, bunu qatlaşdırılmış südlə də edə bilərsiniz. Bişmiş qatlaşdırılmış südlə və yaxud da ki, yumurtanın ağını yaxşıca çalıb içliyə qata bilərsiniz. Və içliyim artıq hazırdır. Başlayıram şirniyyatımı hazırlamağa. Banan şirniyyatı formasında bir şirniyyat hazırlamağı nəzərdə tutdum. Kündələri bir-bir açıram. Tam nazik şəkildə açıram. Və daha sonra açdığım kündələrin üzərinə bir çay qaşığı içlikdən əlavə edirəm. Kənarlarından biraz məsafə saxlamaqla içliyi xəmir boyunca yayıram. Məsafəni ona görə saxlayıram ki, sonda buranda yəni xəmir bağlansın. Gördüyünüz şəkildə burduqdan sonra alt hissəsini yüngülvari yapışdırıram. Daha sonra hər iki tərəfini biraz nazikləşdirirəm bu şəkildə və banan şirniyyatı kimi bururam beləçinə. Əslində mən bunu düzün deyim elə banan şirniyyatı kimi eləyəcəkdim. Amma xəmir çox kövrək olduğundan çartladığına görə üzərinə şəkər pudrası əlavə elədim. Artıq yəni heç bir banan formasına salmadım da. Çünki baxın artıq izini də qoymuşdum. Banan şirniyyatı kimi eləyəcəkdim. Sobanı da bu arada qeyd edim ki, 150 dərəcədə yandırmaq lazımdır. Çünki qat-qat, ümumiyyətlə qat-qat şirniyyatlarda soba 150-160 dərəcədə qızdırılmalıdır ki, içi tam bişsin. Demək, alt üst rejimdə 150 dərəcədə sobaya göndərirəm. 20 dəqiqə hazır olacaq. Bəlkə ondan da tez olar. Mənim sobamda 20 dəqiqə hazır oldu və geri qalan da kündələri bu şəkildə açıram və hamısına eyni vaxtda xəmir boyunca yayıram. Büküb soba distinə yığıram, amma qalan xəmirin üzərini yumurtalı elədim. Yumurtanın üzərinə də yumurtalı qarışımda isə 1 ədəd yumurtanın sarısı var. Çay qaşığı ilə bir duru yağ və çay qaşığının yarısı qədər şəkər pudrası əlavə edib qatışdırıb şirniyyatımın üzərinə çəkirəm. Bu yumurtalı şirniyyat da eyni qaydada 150 dərəcədə alt üst rejimdə qızdırılmış sobada 20 dəqiqə ərzində bişəcək.
Və budur, artıq qalan xəmirdən yararlı bir şirniyyat hazırladım. Çox dadlıdır qızlar. O qədər kövrək, o qədər ləzzətli bir şirniyyat aldım. İçliyi desəz müsibətdir də, yəni cemlə həmin o içliyin qarışığı çox dadlı olur. Şirniyyat özü də çox kövrək. İnanın ki, banan şirniyyatından qat-qat kövrək bir şirniyyat, yəni ərsəyə gəlir. Mütləq tövsiyə edirəm ki, hazırlayasınız. Yəni xəmiri bu cür gözəl şəkildə yararlı bir şirniyyat halına gətirəsiniz. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Videolarımı bəyənirsinizsə like edərək kanalıma çox böyük dəstək olmuş olarsınız. Şərhlərinizi oxumaq hər zaman mənim üçün xoşdur. Sağ olun, salamatla qalın.